Pasiyentimizin fəqərələr normal işləyir. Hamısında elastiklik var. Amma hər iki dizində təxminən 2-ci, 3-cü dərəcəli deformasiya. İlkin müayinədir. Radioloji müayinə aparıb dəqiqləşdirəcəyik dərəcəsini. Kontrakturası yoxdur. Əzəllərin gücü qənaətbəxş olmasa da çox belə atrofiyalaşmış vəziyyətdə də deyil. Sadəcə bir dənə problemimiz çanağın biraz torsiyada olmasıdır. Bir balaca çanaq əyriliyi var. Ona görə də ayaqlara ağırlıq mərkəzi dəyişib. Sağ dizinə bütün ağırlıq mərkəzini xəstə sağa salır. Sağ dizinə ağırlıq çox düşür, sol dizinə az. Yəqin ki, deformasiyanın sürətli getməsinin səbəbi də elə bununla əlaqədardır, çanaq əyriliyinə əlaqədardır.